Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Demək olar ki, artıq yem qarışdıranımız, 200 kiloqramlıq yem qarışdıranımız hazırdır Allah'ın izni ilə. İnşallah hal-hazırda yem qarışdıranımızın içində 100 kiloqramlıq üydülmüş dənli bitki var. Onu qarışdırırıq. Allah'ın izni ilə indi sizlərə onun qarışdırılma prosesini nümayiş elətdirim. Zəhmət olmasa Vasif vur. Əziz izləyicilərimiz, gördüyünüz kimi bura bizim boşalma yeridir. Buradan açdıqda içəridə qarışdırılan dənli bitkilərin boşalmasıdır inşallah. Üstünün belə qapağı olacaqdır Allah'ın izni ilə. İçəridə qarışdırılan dənli bitkilərin tozu çölə çıxmasın deyən. Zəhmət olmasa Vasif, indi düzdür, biraz toz olacaq. Onları götürərdin. Elə qoy bura, mən bunun üstünə çıxacağım. İnşallah qarışdırma prosesinə baxaq. Onu da götür zəhmət olmasa. Ya Allah, bismillah. Demək əziz izləyicilərimiz, buyurun. Qarışdırılma prosesi. Elhamdülillah. Elhamdülillah. Burada prosesi demək görürsünüz. Yekəl lentalar dənli bitkini demək aparır ortaya. Kiçik ortadakı lentalar isə ortadan dənli bitkini qaytarırlar arxaya. Yəni beləliklə qarışdırılma prosesi tam ideal vəziyyətdə gedir. Demək, əziz izləyicilərimiz, gördüyünüz kimi mühərrikimiz 4 kilovat və güc azaldıb, əstəğfurullah, sürət azaldıb, güc çoxaldanımızdır. Yəni reduktor deməyək də, buna öz dilimizdə sürət azaldıb, güc çoxaldan deyək. Onun vasitəsilə elhamdülillah demək. Yem qarışdıranımız işləyir. Demək, qapağını da düzəltdikdən sonra əziz izləyicilərimiz, burada toz olmayacaqdır və rahatlıqla dənli bitkilərimizi və yaxud hər hansı bir dərmanı, mineralları rahatlıqla qarışdıra bilmə imkanımız olacaqdır. Allah işlərinizi avan eləsin. Səhifəmizi bəyənməyi unutmayın. Allah sizləri var eləsin.